Məlumdur ki, Avropada bir sıra ölkələr Ukraynanı hələ də dəstəkləməyə davam edirlər. Lakin biz bunu Avropa İttifaqında təmsil olunan bütün ölkələrə şamil eləyə bilmərik. Məsələn, Macarıstan bu günlərdə Ukraynaya dəstək üçün 40 milyard avro ayrılmasına, eyni zamanda ora hərbi müşavirlərin göndərilməsinə qarşı çıxıb. Bununla bağlı Macarıstanın Xarici İşlər və İqtisadiyyat naziri Peter Siarto məlumat verib. Onun sözlərinə görə Siartonun bu açıqlaması, daha doğrusu açıq şəkildə Avropa İttifaqı daxilində fikir ayrılıqlarının günü-gündən artdığını müşahidə eləyirik biz bu açıqlamalarla. Digər tərəfdən qeyd eləmək lazımdır ki, Macarıstanın bu mövqeyi bizə ondan xəbər verir ki, Macarıstan Avropanın şərqində eskalasiyanı davam etdirmək və gələcəkdə bu eskalasiyanı artırmaq əvəzinə Macarıstan rəsmiləri istəyir ki, ölkənin daxili siyasətinə və daxili iqtisadiyyatına daha çox fikir versinlər və bu onların prioritetlərindən biridir. Avropa İttifaqı daxilində Macarıstanla yanaşı bir Almaniya var ki, hansı ki Budapeştin əksi olaraq Ukraynaya dəstəyini günü-gündən davam elətdirir. Məsələn, bu günlər ərzində rəsmi Berlin açıqladı ki, Kiyevə onlar daha 500 min artilleriya sursatı göndərəcəklər. Bu da köhnə qitənin üzərinə götürdüyü bir öhdəlikdir ki, bu öhdəliyə əsasən köhnə qitə ölkələri Ukraynaya ümumilikdə 2 milyon artilleriya sursatı göndərməlidir. Digər tərəfdən isə elə bütün həm Macarıstanın mövqeyi, həm rəsmi Berlinin mövqeyi bu Avropa İttifaqı daxilində olan fikir ayrılıqlarını və mövqelərin necə fərqli olduğunu, mövqelərin necə fərqləndiyini digər bir şəkildə, açıq şəkildə biruzə verir. Və belə görünür ki, rəsmi Berlin də Avropa İttifaqının digər cəbhəsində yer tutan ölkələr kimi Rusiyaya qarşı sərt mövqe sərgiləməkdə davam eləyir. Digər bir tərəfdən qeyd eləmək lazımdır ki, Almaniyanın gələcək kansleri Friedrich Merz ötən günlərdə açıqladı ki, yaxın gələcəkdə, yəni Merz hakimiyyətə gələndən sonra rəsmi Berlin Ukraynaya hətta Taurus qanadlı raket sistemlərini də göndərə bilər. Lakin onun bir şərti var. Bu şərt də ondan ibarətdir ki, bu prosesin dəstəklənməsi Avropa İttifaqının bütün ölkələri tərəfindən həyata keçirilməlidir. Əks halda bunun mümkünlüyü sual altındadır. Qeyd eləmək lazımdır ki, hazırda Almaniya kansleri vəzifələrini həyata keçirən kansler Olaf Scholz Taurus qanadlı raket sistemlərini Ukraynaya göndərməkdən imtina eləyir. Onun fikrincə, bu proses eskalasiyanı və gərginliyi daha da artıracaq. Ümumiyyətlə, məlum məsələdir ki, Vladimir Zelenski, Ukrayna prezidenti uzun müddətdir ki, Almaniyadan bu qanadlı raketləri, Taurus qanadlı raket sistemlərini Almaniyadan istəyir, onun tədarükünü gözləyir. Çünki bu raket sistemi ilə təhciz olunma Ukraynanın Kiyevin müdafiə qabiliyyətini xeyli artıracaq. Eyni zamanda qeyd eləmək lazımdır ki, bu raket sistemləri daha uzun məsafəyə atış eləyə bilir. Təbii ki, Friedrich Merzin bu açıqlamalarına Kremlin açıqlaması da özünü çox gözlətməyib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirdi ki, görünən odur ki, Friedrich Merz də digər Avropa ölkələri kimi Ukraynada nizamlanma prosesinə qarşıdır və yaxın gələcəkdə Şərqi Avropada sülhün bərqərar olmasında maraqlı deyil. Son günlər ümumiyyətlə biz görürük ki, Ukrayna prezidenti Vladimir Zelenskinin şərhlərindən biz bunu görürük ki, Kiyev zəruri silahların alınmasında çətinlik çəkir. Məsələn, Zelenski Amerika Birləşmiş Ştatlarına bir neçə Patriot raket sistemlərini əldə etməsi üçün Vaşinqtona 15 milyard dollar təklif eləyib. Lakin bu prosesin həyata keçirilməsi ilə bağlı Ağ Evdən, rəsmi Vaşinqtondan biz hələ ki müsbət bir geri dönüşlər ala bilməmişik. Daha doğrusu, hər hansısa bir açıqlama gəlməyib rəsmi Vaşinqtondan. Bu da təbii ki, yaxın gələcəkdə Vaşinqton və Kiyev arasında silah təminatı sahəsində gələcək əməkdaşlıq perspektivlərini sual altına qoyur. Hörmətli izləyicilər, qeyd eləmək lazımdır ki, son günlər Amerika Birləşmiş Ştatlarından da biz kəskin ritorikanın şahidi oluruq. Məsələn, ötən günlərdə açıqlama verən ölkə prezidenti Donald Trump bildirdi ki, hazırda Ukraynada davam edən müharibə məhz Bidenin dövründə başlayan müharibədir. Yəni, bu onun müharibəsidir. İndiki vəziyyətdə isə Donald Trump bu müharibəni dayandırmağa və
daha çox qurban verilməsinin qarşısını almağa çalışır. Eyni zamanda qeyd eləmək lazımdır ki, Avropa ölkələrinin özləri də enerji sahəsində yeni çağırışlarla üz-üzədirlər. Elə bu sahədə də rəsmi Budapeşt, yəni Macarıstan, Avropa İttifaqında təmsil olunan ölkələrdən fərqli bir mövqedə olduğunu yenidən açıq şəkildə biruzə verib. Rəsmi Budapeşt bu dəfə Avropa İttifaqının Rusiyanın enerji daşıyıcılarına tətbiq olunması gözlənilən sanksiyalara qarşı çıxıb və bu sanksiyaları dəstəkləməyib. Maraqlı məsələ ondan ibarətdir ki, Fransa və Almaniya yaxın müddətdə Rusiyadan qaz idxalını qismən bərpa etmə imkanını nəzərdən keçirir. Bu da onunla bağlıdır ki, hazırda Avropa, yəni köhnə qitə ölkələri və Vaşinqton arasında ticarət danışıqları həyata keçirilməsi planlaşdırılır yaxın günlərdə və Avropa İttifaqının ölkələri ehtiyat eləyirlər ki, məhz enerji sahəsində Birləşmiş Ştatlar bir rıçaq kimi istifadə eləyə bilər və bu narahatlıqlara görə istər Almaniya, istər Fransa və həmçinin Avropanın bir sıra digər ölkələri Rusiyadan qaz idxalının yenidən başlaması prosesini nəzərdən keçirməyə çalışırlar ki, rəsmi Vaşinqton məhz bu sahədən onlara qarşı rıçaq kimi istifadə etməsin. Təkcə Avropa daxilində deyil, ümumilikdə qlobal arenada da fikir ayrılıqları yaşanır. Məlum məsələdir ki, Birləşmiş Ştatlar və Çin arasında ticarət müharibəsi davam eləyir və Donald Trumpın rəsmi Pekinə qarşı tətbiq elədiyi idxal rüsumlarına cavab olaraq hazırda rəsmi Pekin nadir torpaq metallarının, eləcə də maqnitlərin ixracına nəzarəti gücləndirmək niyyətindədir. Bu da təbii ki, ekspertlərin fikrinə görə dünya avtomobil sənayesinə və aerokosmik sənayeyə ciddi təsir göstərəcək. Eyni zamanda isə rəsmi Vaşinqton Çini beynəlxalq ticarət qaydalarına əməl etməyə çağırıb. Bununla yanaşı qeyd eləmək lazımdır ki, rəsmi Pekin Avropa İttifaqı ölkələrinə bir çağırış eləyib. Bu çağırış ondan ibarətdir ki, rəsmi Pekin istəyir ki, Avropa ölkələri və Çin birləşərək Vaşinqtonun bu ticarət müharibəsinə qarşı bir mövqedən çıxış eləsinlər. Bu isə Çinin təbii ki, qlobal iqtisadiyyatda mövqelərini möhkəmləndirmək, eyni zamanda Amerika Birləşmiş Ştatlarının proteksionist siyasətinə qarşı daha fəal rol oynamaq niyyətindən xəbər verir.